Hər kəsə salam əziz tamaşaçılar və dəyərli izləyicilər. Bu gün mən sizinlə aktyor və ya aktrisa haqqında məlumat deyəcəyəm. Başlayaq. Aktyor və ya aktrisa Fransa aktor Latıncadakı Latın sözündən aktyor sözündən icraçı dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olmuş rolda hər hansı bir obraz yaradır. Bu isə aktyor Rowan Atkinson Mr. Bean rolunda şəklidir. Aktyorluq yaradıcılığın əsasında rola daxil onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Bunlar ancaq şərt olaraq fərqlənirlər. Mahiyyət etibarı ilə bu aktyorluq sənətinin iki tərəfidir. Rola daxil olma zamanı hərəkət, düşüncə və hisslər bir vəhdət təşkil edir. Aktyor geyim, intonasiya qaydası, hərəkət qaydaları, yeriş, mimika kimi cəhətlərlə yaradılacaq şəxsin müəyyən dərəcədə teatr şərtində obrazını yaradır. Ancaq tam rola daxil olma onunla bitmir ki, personajın səhnədə xarici görkəmi yaransın. Burada həm də qəhrəmanın mənəvi dünyası, onun xasiyyəti və həyəcanları da göstərməklə yanaşı həm də böyük rol oynayır. Aktyorluq haqqında məlumatlarımız bu qədər idi. Sağ olun, salamat qalın.